İngilis dili müəllimi olaraq, əgər ingiliscə danışığı öyrənən birinin özünü daha çox danışaraq ifadə eləməsini istəyirsənsə, bu cür suallar vermə. Məsələn, soruşursan, "Why don't you like coffee?" və sakitliyi görən kimi bir neçə saniyə sonra deyirsən, "Is it because it tastes bad?" Bu zaman sən artıq tələbənin yerinə düşünmüş olursan və onun verəcəyi cavab sadəcə "Yes, I like it" ya da "No, I don't" olur. Amma yalnız "Why don't you like coffee?" deyə soruşsan, tələbə düşünməyə başlayacaq. Düşünmə prosesində isə ehtiyacı olan fikirləri ingiliscə qurmağa çalışacaq. Real danışıq da məhz budur. İcazə verməlisən ki, öyrənən düşünsün və beyni məşq eləsin. Burada əslində müəllimlərin çox vaxt doğru bildiyi, amma qırmalı olduğu bir vərdişdən söhbət gedir. Öyrənən dayanıb duruxanda instinktiv olaraq ona kömək eləmək istəyirik, amma əslində onun yerinə düşünmüş oluruq. Səbirli ol, açıq sualını ver və sonra geri çəkil. O səssizlik əslində səhv deyil, o düşünmə prosesidir. Burada tələbə öyrənir. Biraz zaman ver, çünki dil əslində təzyiqlə yox, düşünərək formalaşır və real danışıq sən geri çəkilərkən başlayır.